Yaxşı insanlara biraz güc versəniz, sizcə nə baş verər? 1971-ci ildə belə bir təcrübə həyata keçirdilər və nəticəsi o qədər dəhşətli oldu ki, cəmi 6 gün sonra o təcrübəni dayandırmalı oldular. Bu Stanford həbsxana təcrübəsidir. Psixoloq Philip Zimbardo normal, sağlam universitetin tələbələrini topladı və onları təsadüfi olaraq iki qrupa böldü: məhbuslar və gözətçilər. Onları universitetin zirzəmisində yaradılmış saxta həbsxanaya yerləşdirdilər. Gözətçilərə uniforma və dəyənək verildi. Məhbuslara isə nömrəli həbsxana geyimi verildi. Təcrübə 2 həftə davam etməli idi. Nəticə dərhal dəhşətli oldu. Cəmi 24 saat ərzində gözətçilər, yəni normal tələbələr sadist olmağa başladılar. Onlar məhbusları alçaldır, fiziki cəzalar verir və onları yuxusuz qoyurdular. Məhbuslar isə itaətkar oldular. Bəzilərində sinir böhranı və dərin depressiya başladı. Onlar bunun sadəcə bir təcrübə olduğunu unutdular və həqiqətən məhbus olduqlarına inandılar. Zimbardo təcrübəni nəzərdə tutulan 2 həftə yerinə cəmi 6-cı gündən sonra dayandırmalı oldu. Çünki vəziyyət nəzarətdən tamamilə çıxmışdı. Bu təcrübə vəziyyətin və rolun insan davranışını necə dəyişə biləcəyinin ən qorxunc sübutu olaraq qalır. Bu təcrübə haqqında bir film çəkilib, maraqlı olanlar o filmi də izləyə bilərlər. Məsləhət görürəm. Əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli fikirlərinizi və düşüncələrinizi aşağıda şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.